Paytaxtın Montin kimi tanınan ərazisində İsmail Hidayətzadə küçəsində yaşayan sakinlər yaxınlıqda fəaliyyət göstərən obyekt sahibi tərəfindən səkidə güya manqal qoyulub, kabab bişirilməsini iddia eləyir. Sakinlər tərəfindən bildirilən iddialara görə ərazidə səkilər zəbt olunub və gediş-gəlişə çətinlik yaranır. Bundan başqa ərazidə yaranan səs-küy antisanitariyanın da insanları narahat etdiyi bildirilir. Bununla bağlı müvafiq qurumlara müraciət olunub. Şikayətləri nəzərə alan Nərimanov rayon İcra Hakimiyyəti əməkdaşları əraziyə baxış keçirdi. Obyektin yerləşdiyi səkidə qoyulan masa və stullar daşındı, səki ilə yol arasında süni maneə yaradan ara kəsmələr söküldü, obyektə məxsus manqal oradan kənarlaşdırıldı. 8 ildir buranı işlədirəm, hələ birinci dəfə belə bir şey gəlib. 2 manatlı kebab satıram da, 50 nəfər işlətmirəm, oğlanlarım da özüməm. Məndən şikayəti yoxdur, kim deyir, yalan deyir. Manqal 8 ildir qoymuşam, zamanın gözünün qabağında yeməyi bişirib, ət gətirirlə bişirirəm. Qeyd edək ki, paytaxt ərazisində aidiyyəti qurumlar tərəfindən bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Nigar Namiq, Rahim Mustafayev, Real TV.